Vətəndaş müraciətləri nəzərə alınaraq və aparılan təhlillərə əsasən metronun Elmlər Akademiyası və Gənclik stansiyaları arasında fəaliyyət göstərən M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Belə ki, metronun Koroğlu stansiyasından Elmlər Akademiyası və Nizami stansiyaları istiqamətində sərnişin tələbatının qarşılanması məqsədi ilə avqustun 24-dən M6 nömrəli ekspres avtobuslar metronun Nizami stansiyasından keçəcək və aralıq dayanacaq olaraq burada saxlayacaq. Ekspres marşrut xətti uzadılaraq son dayanacaq məntəqəsi Koroğlu stansiyası təyin ediləcək. Bununla da M6 nömrəli ekspres marşrutu Koroğlu, Gənclik, Nizami və Elmlər Akademiyası stansiyalarını əlaqələndirəcək.